Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Nəsimi rayon polis idarəsi əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 38 yaşlı Elvin Əliyev saxlanılıb. Ondan qanunsuz olaraq əldə etdiyi 13 kiloqram 700 qram narkotik vasitə olan marihuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və hissələrə ayıraraq paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib. Sosial şəbəkə olan WhatsApp-da Hüseyn adlı şəxslə danışırdım, İran vətəndaşı. Narkotik vasitə göndərdi, mən onu götürdüm, o deyən yerlərə qoydum, onun əsasında mənə pul verirdi. Faktla bağlı başlanan cinayət üzrə istintaq araşdırmaları davam etdirilir. Elvin Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, cari ilin əvvəlindən Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən 161 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.